Deməli, bəy pasiyentlərim sual verirlər. Doktor, xanımların işlətdiyi ən siqnal və təhlükəli söz əslində hansıdır? Cavab verirəm. Bir xanım heç bir səbəb olmamış, sən ondan heç bir şey xahiş etməmiş, dəfələrlə təkrarlayırsa ki, mən sənə xəyanət etmərəm, mən səni heç vaxt tərk etmərəm, burada artıq diqqətli olmaq lazımdır. Bu cümlə işlənirsə, yəni belə bir ön varsayım, ön fərziyyə vardır ki, böyük ehtimal ki, elə bu da baş verəcək. Bunun baş vermə ehtimalı daha faizlə yüksəkdir. Çünki tərk etməyən bir xanım özündən ümumiyyətlə əmindir. Ümumiyyətlə belə şeylər haqqında söhbət etmir. Yəni o adam sizə qarşı bir his duyursa, sizə qarşı bir planı varsa, ümumiyyətlə heç ağlından belə keçmir ki, mən bunu tərk edəcəm və yaxud da tərk etməyəcəm. O artıq planlarını qurmağa başlayır ki, belə-belə maraqlı bizim həyatımız olacaq. Yəni, pozitiv cümlə də belə götürəndə, mən səni heç vaxt tərk eləmərəm, mən səni xəyanət eləmərəm, belə yaxşı gəlir insana, belə baxanda, xoş gəlir ki, hədə, yəni, bu sözü vurğuluyursa dəfələrə deməli nəsə var. Amma elə deyil. Bəzən özündən əmin olmayan xanımlar öz hisslərindən dəqiq əmin deyil. Günahkarlıq duyğusu altında bu cümlələri təkrarlayırlar ki, özlərinin xəyanət etmə ehtimalını bastırsınlar. Yəni, o problemi daxillərində yox saysınlar. Ona görə burada ehtiyatlı olmaq lazımdır. Demirəm ki, bu 100% belə olacaq. Yenə də deyirəm, psixologiyada 100%'lik anlayış yoxdur. Hər zaman istisnalar vardır. Lakin xanım tez-tez bu sözü təkrarlayırsa, xüsusi bir səbəb olmadan ki, mən sənə heç vaxt xəyanət eləmərəm, səni tərk eləmərəm, burada bir balaca diqqətli olmaq lazımdır. Diqqətinizə görə minnətdaram. Sağ olun.